Gördüyümüz kimi hazırda piyadalar bu cür çətinliklə hərəkət edirlər. Bu ərazi ilə maraqlanmayan aidiyyatı qurumlar bu çətinlikdə görən özləri hərəkət edə bilərlərmi? Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biz hazırda Səbail rayonu Badamdar qəsəbəsindəyik. Gördüyümüz kimi bu yol alternativ və köməkçi yoldur. Buna baxmayaraq aylardır ki, bu yol təmirlə əlaqədar olaraq bağlıdır. Və bu istiqamətdə hərəkət edən nəqliyyat vasitələri məcbur qalaraq şəhərin digər istiqamətlərində hərəkət edirlər və bu da tıxacların yaranmasına səbəb olur. Ətrafda yaşayan sakinlər bildirirlər ki, bu qısa yolu məcbur qalaraq piyada gedirlər və eyni zamanda onu da vurğulayaq ki, qarşıda məktəb yerləşir və tədris ilinin başlanmasına sayılı günlər qalıb və buradan şagirdlərimiz, müəllimələrimiz hava şəraitindən asılı olmayaraq məcbur qalaraq piyada hərəkət edirlər. Burada hər hansı bir hadisə baş verərsə, bura nə təcili tibbi yardım daxil ola bilir və nə də ki, hər hansı bir yanğın baş verərsə, yanğın söndürmə maşınları bura daxil ola bilmir. Çox maraqlıdır. Aidiyyatı qurumlar bu məsələ ilə niyə kökündən maraqlanmırlar? Niyə bu çətin vəziyyəti görüb görməməzlikdən gəlirlər? Mən Rəşad Məmmədov. Bu alternativ və köməkçi yolun bu cür şəkildə təmirə bağlanacaq deyilib də bağlanan yol hal-hazırda təmir getmir. Bununla bağlı nə demək istəyirsiniz? Valla bu 5 aydır da, 5 aydır bu yol bağlıdır və gördüyünüz kimi biz sakinik. Burada restorandır, əziyyət çəkir, sakinlər əziyyət çəkir. Yəni kütləvi. Hətta siz səhər saatlarında burada olasınız. Yaşlı, qoca, körpə, indi birazdan məktəblər açılır. Hamı bu yolu peşkom qalxır. Yol neçə vaxtdır belə bağlıdır, birlə yaxındır. Bizim bu uşaqlardır, axıda oturub, orada məktəbdə oxuyur. Bu yolla gəlib gəlirik. Təsəvvür edin ki, bu yolla getməmək 7 kilometr mənim üçün uzun məsafə gətirirəm də. Azərbaycan Kurğundan Fıranbura getməklə, məsələn burada 2 kilometrdir. Biz çox əziyyət çəkirik. Hər gün ayaqla bu yolu biz gedirik. Məktəbimiz oradadır, iş yerimiz oradadır. Aprel ayından bağlanıb 5 aya yaxındır. Çox xahiş edirik, baxılsın, yol açılsın. Yəni çox əziyyət çəkirik. Tək biz yox, çox adam orada yaşayır. Hər kəs əziyyət çəkir yəni. Heç baxılmır, iş görülmür. Necə qoyublar elə də belədir. Gördüyünüz kimi hər iki tərəfdən yol bağlıdır. İndi hal-hazırda yəni səbəb gəlir ki, sürüşmə zonasıdır, sürüşmə var real. Yuxarı tərəfdən su açıblar, yəni süni yolla belə deyək, sürüşməyə səbəb var hal-hazırki vəziyyətdə. 2 gün öncə qonşuda yanğın oldu, həyət yanı sahəsində, evində. Pajarlı, yəni mən onları faktla deyirəm, pajarlı gəldi, yaxınlaşdı, amma ki, həmin əraziyə yaxınlaşa bilmədi. Gördüyümüz kimi də yəni bağlıdır o yüzdən. Skora pomoş gəlib çıxa bilmir, çünki mərkəzi yol bağlıdır. Yaqubova Təxminə, mən də 20-ci sahədə yaşayıram. Hal-hazırda Avropa-Azərbaycan məktəbində işləyirəm. Biz də çox əziyyət çəkirik. Mənim simalımda bütün 20-ci sahədə yaşayanlar, burada şəhid ailələri var, qazilər var. Həqiqətən də biz çox əziyyət çəkirik. Mənim özüm səhər işə gecikirəm. Biri var burada mən 10 dəqiqəlik yolum, mən bu yolu 10 dəqiqəlik yolu 1 saata gedib işə çatıram. Çoxdandır bax bu yolları bu bərbad vəziyyətdə biz də yük aparırıq. Belə bax bu bardiyonun üstünə yadından zulumla keçirik, maşın üstünə qalır. Rəsulzadə Gülnarə, Patandar sakiniyəm. Neçə aydır, ildir biz belə əziyyət çəkirik ki, belə bax gedirik, üzü aşağı, üzü yuxarı. Bu nə vaxt açılacaq, kim baxır bu yola bilmirəm. İnşallah ki, tezliklə düzələr. Badamdarın yolu təmir olunmasa da, amma bulağı açılıb. Bəli, hörmətli izləyicilər, Səbail rayonu Badamdar qəsəbəsində alternativ və köməkçi yolun bu cür şəkildə bağlanmasını təmir işləri ilə əlaqələndirirlər. Amma çox təəssüflər olsun ki, burada təmir işlərinin getməsindən heç bir əsər əlamət yoxdur. Əraziyə axırıncı dəfə nə vaxt baxış keçirilib, onun haqqında belə məlumat yoxdur. Baxış keçirilsə sadəcə vədlərdir, nəticə yoxdur.